Göyçayda şəhid Xəyyam Hüseynovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. 28 sentyabr 2025-ci il tarixində Göyçay rayonunun Məlikkənd kənd sakini Vətən müharibəsi zamanı rayonun ikinci şəhidi olmuş Hüseynov Xəyyam Hüseynağa oğlunun şəhadətinin 5-ci il dönümü münasibətilə məzarı önündə anım mərasimi keçirilib. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, mədəniyyət işçiləri, idarə və müəssisə rəhbərləri, məktəblilər, şəhid ailələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimə həmçinin şəhidin adını daşıyan tədris mərkəzinin kollektivi də qatılıb. Anım tədbiri şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra çıxış edən natiqlər vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Xəyyam Hüseynovun həyat və döyüş yolundan, göstərdiyi igidlik və qəhrəmanlıqlarından söz açıblar. Qeyd olunub ki, Xəyyam hələ uşaqlıq illərindən vətənə, torpağa və üçrəngli bayrağımıza sonsuz məhəbbət bəsləyib, bu hisslərlə böyüyüb. Vətən sevgisi ilə yaşayan gənc qəhrəman sağlığında belə şəhidlik zirvəsinə ucalacağına inanır və bu mövzuda şeirlər yazırdı. Mərasim çərçivəsində məktəblilər tərəfindən vətənə, şəhidlərə və qəhrəman əsgərlərimizə həsr olunmuş şeirlər səsləndirilib. Onların ifasında səslənən vətənpərvərlik ruhlu bədii kompozisiyalar tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Sonda şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb və onun ruhuna dualar oxunub. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.